Baxın, bu mansardadır. Tavan taxtadır. Kabel isə 20'lik PVC borunun içində çəkilib. Hər şey səliqəli, düz. Üstəlik kabel özü alışmayan, yanmayan növdədir. İndi isə əsas sual: elektrik xətləri qofranın içində, borun içində çəkilməlidir yoxsa açıq? Bu da cavabı vəziyyətdən asılı olaraq hər zaman qofra, boru lazım deyil. Amma əgər tavan taxtadırsa ya da həmin yer mansarda tipindədir və üstü sonradan örtüləcək taxta ilə, bəli, bu halda qofra, boru mütləq lazımdır. Niyə lazımdır? Yağından və zədədən qorumaq üçün lazımdır. Elektrik işi sadəcə kabel çəkmək deyil. Bu sizin təhlükəsizliyinizdir. Mənim işim isə odur ki, sizin sonradan bu barədə narahat olmayasınız. Hər şey standartlara uyğun, ağılla və vicdanla.